Samitin gündəliyinə iqlim keçidi, ekoloji risklərə uyğunlaşma, ərzaq təhlükəsizliyi, təbii resursların idarə olunması və digər bu qəbildən olan məsələlər daxildir. İqlim dəyişikliyi və resurs çatışmazlığı fonunda su təhlükəsizliyi məsələləri ön planda dayanır. Azərbaycan BMT-nin himayəsi altında Beynəlxalq Su Təşkilatının yaradılması ilə bağlı Qazaxıstanın təşəbbüsünü dəstəkləyir. Bu kontekstdə Xəzər dənizi ilə bağlı vəziyyət xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizində suyun səviyyəsinin azalması səbəblərinin öyrənilməsi və müvafiq tədbirlərin hazırlanması məqsədi ilə Azərbaycan təşəbbüsü ilə Qazaxıstan, Rusiya və Türkmənistan arasında ikitərəfli işçi qrupları yaradılıb. Xəzərin səviyyəsinin azalmasına iqlim dəyişikliyi də ciddi təsir göstərir. Azərbaycanda iqlim dəyişikliyinin Xəzər dənizində ətraf mühitə mənfi təsirinin minimuma endirmək üçün ardıcıl tədbirlər görülür. Bakı həmçinin yaşıl enerjiyə keçidə üstünlük verir və bərpa olunan enerji mənbələrini aktiv şəkildə inkişaf etdirir. Bakıda keçirilən COP29 region üçün dönüş nöqtəsi oldu və iqlim gündəliyini irəli çəkdi. Dövlətlər anlayır ki, bu problemləri tək həll etmək mümkün deyil. Samit çərçivəsində Qazaxıstan-Azərbaycan işçi qrupunun ilk iclası xüsusi əhəmiyyət daşıyır. Əsas məqsəd Xəzərin səviyyəsinin azalmasının səbəblərini araşdırmaq və birgə həll yolları hazırlamaqdır. Samit çərçivəsində 51 sənədin, o cümlədən sazişlər və investisiya layihələrinin imzalanacağı gözlənilir. Rövşən İlyasov, Elxan Axundov, Azərbaycan televiziyasının mərkəzi Asiya bürosu, Qazaxıstan, Astana.